Hüseynin. Mənim fikrimdə çox şeyləri tutarlıdır. Nə tutarlı? Yəni sən onu dirəmirsən ki, deyirsən ki, sənin hədəfində Kukuydu, amma gördün öz fikri ilə getdi o. Ha, onun fikri deyil o. Yox, öz fikri ilə getdi. Nəsə deyirəm, onun fikri deyil, o çaşdırıcıdır. Məncə öz fikridir, o getdi. Sizin də hədəfinizdə Kukuydu onsuz da. Azərbəy, bu günləri Azərbəy. Hədiyyələri ekrana çıxardın, tamaşaçılar səs vermək istəyir. Bu günləri belə bir şey oldu. Mən tez gəlmişdim. Kuxunada biz oturub çay içərkən Hüseyin sual verdi ki, Hüseyin dedi ki, bugün mən sona qalsam, Fəridi çıxardacağam. Mən dedim, sən necə oldu ki, birdən bu fikrə gəldin? Yəni, bundan öncəki hədəfin sənin Kukuydu. Dedi ki, yox, mən Kukunu çıxartmaqsam, bilmirəm, bugün bəylər deyəsən hamama gedəndə, bu arada həmişə təmizlikdə, hamama gedəndə bilmirəm nə söhbət olub və yaxud, amma Fəridin şeyinin biraz aqressiyası başqa idi Fəridə qarşı. Çünki bilmirəm nə olmuşdu, dedi ki, yox, çox sinəsinə döyür, deyir, mənəm deyir, deyir, mən heç kim mənim levelım deyil, yəni mən onun heç kim... Level nəyə deyirsiniz? Level İngilis dilində tərcümədə səviyyə deməkdir. O da ki, etap səviyyəsi deməkdir. Yox, Fərid bəy deyir, burada mən heç kimlə, yəni deyildi. Rəqibim deyildi. Onun üçün də mənə elə gəlir ki, Hüseyin ona qəzəblənib. Yəni, Kukunu heç qətiyyən çıxartmaq fikri yoxdur. Riyad bir dənə verin. Riyad, səncə Kagocanın bugünkü danışıqlarını niyə qəzəbli, əsəbi formada qiymətləndirdin? Hüseyinə görə yoxsa sadəcə özünə də toxundu onun sözləri? Yox, təbii ki, indi necə deyirlər? Paket gəlib bilmir kimləndir, ona görə öz hədiyyələrini atın ya da ki, məlumat verin. Buyur, Riyad. Xaqo, belə deyək də, Xaqo istəyir ki, gözə girsin burada biraz. Qəşəng. İstəyir gözə girsin. Yəni son zamanlar gördüyünüz kimi mən necə qızışmışam, o da başlayır yavaş-yavaş xodlanmağa. Necə ki mən xodlanıram. Halbuki mənim bugün heç keyfim yoxdur. Onu qoyduq bir qırağa. Amma bugün səninlə arasında mübahisə yarandı. Amma ondan sonradır bu söhbət. Bəli. Ona görə qıcıqlısan? Bəli, yəni yox, qıcıqlı olmağı bir mübahisə yaranmasaydı belə. Yəni Xaqo bu sözü desəydi, mübahisə olmasaydı da belə. Yəni mən yenə də Haqqın tərəfini tutub və Hüseynin tərəfini eləyəcəkdim. Yəni ki, tutacaqdım ki, nə düzdür, nə düz deyil. Deməli, diqqət, hər şey eləyən Ləmandır. Bu işin başında üzdə gülə-gülə, çıx bir dənə zəhmət olmasa, gəl mənə. Xaqocanla bugün Riyad arasında belə bir insident yaşandı. Bugün Allah rəhmət eləsin Riyad qardaşımızın 7 il bundan qabaq bir körpəsi olmuş, dünyaya gəlmişdi, rəhmətə gedib. Və bugün hamama çinməyə, istirahətə getmədi günorta şamlığa. Xaqocan da onu tutub ki, onun bura nə aidiyyatı var? Falan. İndi onunla onun arasında balaca yaranan iskandal və intriqa yaranıb. Amma bu heç nəyə haqq vermir. Ondan da başqa Hüseynə mizahlı sözlərinə görə Xaqocan, Riyad sənin üçün təhlükəli rəqibdir. Xaqo, bunu bil. Valla təklənmirsən qardaşım. O deyilsən də, yəni əvvəl bir idiniz, güclüləri yığmışdın yanıma. Belə-belə kisin bunları yığırdın, video çəkirdin. Amma indi o deyil də, bunlar yoxdur sənin yanında. Fərid də yoxdur ki, arxanda dura sənin, gəlsin qavağıla. Azərbəy, buyur. Təhlükəli öz yerində, Xaqo mənim üçün tıxsız balıqdır. Qəşəng! Mən bunu alqışlayardım bir daha. Mən bunu alqışlayardım. Bəs, Riyad. Tıxlı balıq kimdir burada sənin üçün? Burada akulalar var. Kimdir? Var akula. Bəli, mən Ləmanı güclü rəqib kimi bilirəm. Akula? O, biraz ondan balaca. Belə. Akulanın balası? Akula, balaca akula. Bəs burada delfin kimdir, yazıq? Delfin? Delfin belə deyək də, mən heç kəsi kiçiltmək istəmirəm. Hərəsi özünə görə bir şeydir. Amma mən deyərdim ki, məsələn, Bəhruz zəif. Yəni delfindir də? Biraz. İndi qulaq as. Bəs Kukunu hansı balıq növünə bənzədirsən? Kuku kitdir. Ooo, balina. Qəşəng. Səni... Bəs yaxşı, son dəfə bunu da soruşurum. Pirani kimdir? Pirani xırda olsa da, amma... Kimdir burada? Kimi görsən? Pirani, o deyir, Fəridir.
Bəs Gürzə ilan kimdir burada? Fərri. Ya balıqlardan söhbət getdi. Mikrofonu verin. Sənə yox, mən bir dənə bir üzr istəyirəm, bir dənə bir şey deyim. Mən Azər, mən Son 10 dəqiqə. sənə Son söz 9 dəqiqə. verirəm. Mən sənə söz verirəm. Elə bir oyun gedəcək ki burada. Elə oyun aparacağam. Mən sənə Gürzə ilanı göstərəcəm axırda kimdir. Sevinç deyir Gürzəlyanı göstərəcəm. Onu finalda göstərəcəm mən Gürzə ilan kimdir. Söz verirəm. Son 9 dəqiqəni çıxard ekrana. Bir də 9 bir dəqiqə ay Azər, çıxardırıq. bir də mən bir şey demək istəyirəm. Bir də üzr istəyirəm. 3 saatdır yayım 3 saatdır yayımdayıq. Bizi heç sıxılmadan izləyən 10 min insan var. 3 saatdır yayımda heç bezmədən, 3-dən çoxdur ki, artıq biz yayında bizi heç bezmədən izləyən izləyicilər var. Onlar var olsunlar. Allah sizi başımızdan əksik eləməsin. Mən bu arada bütün sponsorlarımıza gəlin bir də alqışlayaq. Uniklinikanı, Hüseyin Cavid Parkının yaxınlığında yerləşən, Hüseyin Cavid Parkının yanında yerləşən bütün ümum cərrahiyyal olan bir məkanı Uniklinikaya bizimlə olduğuna görə şəxsən Eldəniz müəllimə təşəkkür bildirirəm. Orada olan mütəxəssislər, həkimlərə tam sağlamlığınızı güvənə bilərsiniz. Son 8 dəqiqəni gördük Bir dənə ekranda. üzr istəyirəm, bir dənə də söz deyim. Mən buradan mənim yayınımda da olanda mənə çox sal verirlər ki, Joker Lunch restoranı. Bəs orucluq aydım. Keçən vaxtdan təkər 2-dən Vüqara iPhone 14 söz Yalandan adını dedilər amma sizdən xahiş edirəm, ya bunu söz verməzdiniz, ya da ki verirsinizsə də heç olmaya əməl eləyin də, nə olar. Orucluq aydı, mən Vüqardan iPhone 14 alın, verin zəhmət olmasa. Bəli, Vüqarın telefonunu gətirin. Bəli, Joker 14. Joker 14 nə idi? iPhone 14. Aza, bir dənə söz deyim, bayaq dedin. Onu demək istəyirəm. Bayaq bir dənə söz deyirəm. Yəni riyadın itkisinə bağlı. Mən riyada birincisi Allahdan səbr arzuladım. İkincisi dedim ki, yəni ölənlə ölünməz. Riyada mən müsbət təsir vermək üçün ki, oyunumuz getsin. Yəni bir yerdə oturaq, pis mənada deməm, o dəqiqə onu kimsə yozmasın ki, burada 7 il əvvəl. İkincisi də ki, mən də ata itirmişəm, övlad itirmişəm, ailə itirmişəm, dayı vermişəm, şəhid vermişəm ailədən. O demək deyil ki, mən indi onların hər ili gələndə mən ağlayım, bütün gün oturum. Yox, biz əksinə möhkəm olmalıyıq. Sən o fikirdən, sən onu qarşı bilmərsən, onun şəxsi işidir. Şəxsi işidir. Mən də ona ürəkdirək vermək istədim ki, gəl oynayaq. Gəlin bir yerdə o anlamadı. O səhv anladı. Elə fikirləşir ki, mən ona başqası. Yox, 7 il keçib yenə də deyirəm, övladdır. Uşaqlar bilirsən də cənnətə gedər və ata da, ana da həmişə istəyər ki, mən dua eləyərəm ki, sən inşallah cənnətdə övladınla görüşəsən. Ən gözəl dua budur. Allah səni qorusun. Yəni səbirli ol. Elə şeyləri, yəni hər dəfə özünə şey deyib, yəni belə deyim də, belə deyim, özünə ziyan edirsən. Yəni zaman keçsən, xəstələnərsən, Allah göstərməsin. Yəni səhhətivə bir ziyan olar. Mən o şeyi istəyib sənə deyirəm. Mən Fərid getsə başqa heç kimi çəkməyəcəm, tək oynayacam təbii ki. Adam qalıb, sən kim seçəcəksən? Mən oradan görürdüm Hüseyin çıxanda, sən deyirdin oradan nəsə. Deyirdim ki, səhv seçim. Yox, sən də deyirəm. Hüseyinə səhv deyirəm. Yəni belə gördüm axı sən. Yox, Hüseyin seçimi səhvdir. Hara belə? Mən elə Fəridin getmək istəyirəm. Nə bilim, bilmirəm özüm. Yox, Fərid hələ mən Fəridlə məsələn finalda qalmaq istəyərdim, misal çəkim. Mən niyə Fəridin getmək istəyirəm? Bayaqdan niyə əsəbləşirəm ki, Fərid yox. Azər, Fərid oradan... Diqqət, bax, mən bir şey məlumat vereyim. Diqqət. Ekrandakı rəqəmlər bitəndən sonra mən geri sayacağam. 4 dəqiqə 43 saniyədən sonra mən geri sayacağam. Barmağımın ağrıdı, ona bir baxdım. 4-43 saniyədən sonra uşaqlar, hörmətli izləyicilər, uşaqlara görə üzr istəyirəm, mən bunu tez-tez deyirəm, məcazi mənada deyirəm, bizi böyüklər də baxır, mən hər biri yanında baş əyirəm, ağbirçəklərin, ağsaqqalların yanında. Uşaqlar məcazi mənada dilimi öyrəşib, inanın ki, evdə anamatuma brat deyirəm. Yəni, o qədər dilimiz bu pekalarda öyrəşib ki, bu yayımlarda anamla bir də göndərsın, hə brat. Yəni, olur belə şeylər, üzülür sayımına görə. Xatırladım ki, 4 dəqiqə düz bitəndən sonra mən geri sayım eləyəcəm. Bütün tamaşaçıların qarşısına baş əyirəm, 11 min insan alqışlayıram ikinci profildə. Yenə də sübut eləyirsiniz ki, yenə də ispat eləyirsiniz ki, ən maraqlı şovları izləmək istəyirsiniz, maraqlılarına baxırsınız. Və durmadan 3 saat sevinç vurğuladı. Əgər 3 saat boyunca yormamışıqsa sizi, əsəbimizə, qəzəbimizə, nə bilim, ağzımıza gələn danışıqlar gözümüz üstsə, nə xoş. Baş əyirəm qarşısında. Öpürəm sizi.
Və soft energetik içkilərinə Plus Power'a görə təşəkkürümü bildirmək istəyirəm. Çox dadlıdır energetik içkilər də Azərbaycanda təzədir və bütün mağazalardan ala bilərsiniz. Gün ərzində ikisini tövsiyə edirik. Balıq evi Mingəçevirə şəxsən təşəkkürümü bildirmək istəyirəm. Neftçilərdə yerləşir. Rəşad bəyə sabahda gedəcək. Hər gün gedəcək deyirsən, gedə bilmirəm. Türkmet Masazırda yerləşən Türkmet klinikasına şəxsən böyük Mahir müəllimə şəxsən təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda Halva Şubalan Bəyoğlu restoranına təşəkkürlər. Və Sədərətdə yerləşən Merinos xalı tül pərdə mərkəzinə və bağ mebellərinin satışını həyata keçirir. Əhməd Vəlmə təşəkkürlər. Və kartlar da oynanılır. Şamlıq hamama da ekskluziv. Bugün Şamlıqda olduğu ekologiya postun yanında mükəmməl bir yerdir. Kartlarım var. İndi bir dənə kart verin mənə tamaşaçıya. 2 kartı. Bir aylıq pulsuz giriş verəcəm uşaqlar. 1 aylıq. Ən çox bu dəqiqədən etibarən tık vurana, like vurana 2 ədəd bu cür plastik kartlar verəcəm. 1 aylıq giriş Şamlıq mərkəzinə. Getdik. 1,1 milyon bəyənməmiz var. Rızaya yazıb ki, Azərdən aldığım kimi demək lazımdır ki, layihəni əla və keyfiyyətli hazırlayır. Rızayev kimdir? Komment yazıb. Rızayev, şəxsən sənə 1 aylıq hamama giriş təqdim elədim. Bax, Rızayevi saxla. Bax, verirəm sənə. Al. Rızayev sənlik. Sonra deməsənə ki, Azər vermədi. Gedirlər orada burada deyirlər. Rızayevə 1 aylıq girişi verdim sevincə. Sevinç sənə əlaqə saxla, sevincdən al. Qoy bu da belə maraqlı olsun. 1,3 milyon bəyənmə. Vüqara verdin. Vüqardan alarsan. Rızayev. Vüqara yaz, profilinə at, ondan al. Diqqət. 1 dəqiqə 54 saniyə. Növbəti like eləyənlər kimdir? Diyamadan ən yaxşı pay... 1,5 milyon paylaşır. Yaşar. 1500 paylaşım. 1,4 milyon bəyənmə. Son 1 dəqiqə 35 saniyəni dayanmadan tık vırırıq. Hamı yazsın, rədd olsun Azər. Yox. Mənim belə xoşuma gəlir. Mən bunu belə eləyirəm ki, sizə yazanda acığınız gəlməsin. Yox da baxma da. Mikrofonu verin. Ləman elə bir özəlləşdirib mikrofonu oturub. Neydə mikrofonumuzu? Musiqi fonu çox Azər, səndən bir artıq dərəcədə bir də xahiş edirəm. Azər, səndən bir artıq dərəcədə xahiş edirəm ki, belə iştirakçılar gətirmə. Harada gətirmirsən bula? Memidən tapmısan bula? Öz ampulasındadır. Və bunlar birləşiblər Qayaya qarşı və Qaya tək bunların hamısı. Bunlar qorxmalıdır ki, Qayanın altına qalıb əzilərlər. Zalla səsi. Öpürəm sən. Biraz da çox, biraz da alırsan Nicat bəy. Ay sağ ol. Zalla səsi aldım, sonra demək səsi yoxdur. Diqqət. 12 min izləyici var. 60 minlik profilimizə bir dənə 12 mindən takip istəyirəm uşaqlar. Əziz izləyicilər, uşaqlar dedim yenə. Hər birinizdən bir dənə son takip istəyirəm bura. Mən bu sıralamanı da bağlamışam. Öz Azər Zahidimin də sıralamasını bağlamışam. İkisinin sıralamasını bağlamışam. Maraqlı deyil. Sıralamada oynamırıq. Ona görə biz hələ sıralamasız 12 min ya. Allaha and olsun. Sıralamasız 12 min insan. Bir stadion. Hansı ki bu Azər və bu iştirakçılar sevinç qarşı hamımız No Camp'ı Marakana'nı bundan qabaq layihəmizdə yığmışdıq. Bir Marakana bizə baxırdı. 86 min. Düz vur. İndi də bizim rekorda hələ ki təzələyə bilmirlər. Və izləyicilərə buna görə qarşılarında baş əyirəm. Bütün sponsor dəstəkçilərimizə bir balaca haşiyədən çıxın. Bu layihə bitən kimi 4 gün sonra burada elə bir şey görəsiniz. Deməyəcəm, ta qorxuram. Demirəm. Burada bəziləri bilir. Bəziləri bilir. Bir dənə bal bir şey gəlir. Bu şou zat olmayacaq işte. Sadəcə gündəlik. 12 min insan vaxt bitib. Sayıram geri. 10 9 8 7 sakit 6 5 4 3 2 1 və stop.
Fərdi, ekranda hər şeyi görürsən. Ekranda hər şeyi görürsən. Buyur mikrofonu sən götür. Yox, sizə də verirəm də. Hüseyin, gedir axı, qoy danışım da. Yaxşı, Hüseyin danış. Təşəkkürümü bildir. Bir dənə bunu deyimsə, diqqət hörmətli izləyicilər. Bizimlə oyunu davam edir. Sabah Xaqocanı bura dəvət edəcək ya da Kukunu bura dəvət edəcək Hüseyin. Hüseyin qalır. Fərid öz güvənliyinin qurbanı oldu. Fərid gedir. Buyurun. Fərid, hey Fərid, bütün xəyallarımızı pıç elədin. Buradan bütün bizi izləyənlərə təşəkkürümü bildirirəm. Mən Fəridə hədiyyə atardım, amma atmadım çünki həqiqətən gedir. 12 min minnətlərimi bildirirəm. Bir dəqiqədə. Çox sağ olun məni dəstəklədiyiniz üçün. Burada Hüseyin yazanlara hamınıza minnətlərim. Fərid, sənə də bir söz demək istəyirəm. Ay Fərid, sənə bir söz demək istəyirəm. Yəni ağıllı oldun. İndi get oteldən paltarlarını yığ, evə get. Azər, mən yenə demək istəyirəm. Hüseyni burada idarə edən şəxslər, dedim ora çıxar, mən idim. Hüseyni yenə də mən idarə elədim. O Hüseyin mənim idarə etməm altındaydı bu oyunda. 1. Dəqiq Hüseyin. 100%. Bunu Bəruz da bilir. Bunu hamı bilir. Bunu hamı bilir. Mən istəyim